Oktyabrın 1-dən ictimai nəqliyyatda gediş haqqı artırıldı. Rəsmi qurumlar isə vətəndaşlara qiymət artırsa, xidmət də yüksələcək deyə söz verdi. Xidmətə isə bunlara aiddir. Xətlərə yeni avtobuslar buraxılacaq, interval azalacaq, yəni gözləmə müddəti qısalacaq və köhnə, yararsız nəqliyyat vasitələri mərhələli şəkildə yığışdırılacaq. Qiymət artımından 2 həftə müddət keçib. Bəs vəd olunan dəyişikliklər baş veribmi? Xidmət doğrudanmı yaxşılaşıb? Mən özüm Keşlər qəsəbəsindən gəlirəm. Orada 30 nömrəli marşrutla şəhərə çatıram. Əvvəlki qaydada işləyir. 30-u 15, 20, yarım saatlarla gözləyirik. Neçə dəfələrlə dispetçerlər olur. Bir də görsən, qaydan baş xətaydı. Mən ona öz iradımı bildirirəm ki, bəs bu qalxıb qiymət, niyə bunlar vaxtında işləmirlər? Hər dəfə bir bəhanə eləyirlər. Metro da onun kimi. 5 dəqiqə ərzində gəlirlər. Adam olur çox, isti, basabas, zülüm, itələşmə, dalaşma və belə. Heç bir, yəni ki, mən heç bir ilə iş görmürəm, amma heç bir ilə iş. Mümkün deyil, qaqaşsan. Yazıq kasıb, pis gün dedi. Hövsandan gəlib çıxmışıq saat yarıma. Şofer bilməm, pensioneri qoyublar ona, qoyublar. Ağzından orada köpüğü gəlir. Güclə gəlib çıxmışıq buran. Narahatçılıq var avtobusda. Saat yarıma Hövsandan bura çatarlar. Qiyməti nə artırır, nə keyfiyyət var, nə işdir. Heç avtobusu minəsi deyil, millət üst-üstə. Bu nədir, nə keyfiyyəti var bunun ki? Nə rahatçılıq var, sidenlərə bir taxtanın üstündə oturmuş, bütün bədənim ağrıyır. Nəyi rahatdır, nəyi yaxşıdır. Burada bizə yəni qiymət artsın, nə qədər istəyir artsınlar, onsuz da yəni özlərinə təşkil eləyirlər də, yəni. Görüm işə gedirik, bu günlərim tezdən saat 9-dan çıxmışıq, axşam saat 6 evimizə qayıdacağıq. Nə işləyəcək, nə də qazanaq. İndi də vahşim pisləşdiriblər ha. Yenə əvvəl nağd pulumuzu verirdik, şoferlərin həvəsi vardı, sürürdülər. İndiki hər bir şey ki özləri aldılar əllərinə, kart sistemi əllərə də. İndi insanın marağı yoxdursa bir şey, onu işləməyəcək, düzdür. Gətirib qoyurlar pensioner adamları ora. O da öz istədiyi kimi yavaş-yavaş günün keçir ki, elə bir ki, vaxtı başa çatsın, maaşını alsın, axşam geçsin. Qiymət artımı təkcə sərnişinləri deyil, sürücüləri də 2 yerə bölüb. Az hissə, bir 10% deyərdim. Yəni ki, qiymət artımından bağlı da, yəni şikayətdən bildirirlər ki, qalxmasın. Naborot maşınlar çoxaldıblar, sayını çoxaldıblar ki, yəni əhalinin daşınması rahat olsun. Yəni tez-tez gəlsin marşrutda. Düz arada gecikmələr olur, o da yolların sıxlığı ilə bağlıdır, çaspikdə. Millət bu qiymət qalxdığına görə narazılıq edir. Maşınların da sayı eyni qaydada yerində qalır. Başqa heç bir problemi yoxdur. Nəqliyyat eksperti Rauf Ağamirzeyev xidmətin yaxşılaşması üçün təkcə avtobus sayı deyil, onların düzgün idarə olunması, intervalların real vaxtda monitoringi və sərnişin axınına uyğun tənzimlənməsinin vacib olduğunu deyib. Bu mərhələ ilə baş verəcək. Yəni hədəf məhz keyfiyyətin artırılmasıdır. Qiymətlə yanaşı həmçinin də əsas inqilabi bir məsələ odur ki, ictimai nəqliyyatın maliyyələşmə mexanizmi dəyişir. Yəni brutto müqavilələrə keçid artıq baş verəcək. Bu da sürətli həm avtoparkın yenilənməsinə, həmçinin də keyfiyyətin artırılmasına xidmət edəcək. İctimai nəqliyyat bir seçim deyil, gündəlik həyat zərurətimizdir. Qurumların məsuliyyəti isə bu zərurəti çətinliyə yox, rahatlığa çevirməkdir. Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim Media.